Beləliklə, onlar insanlar arasında Xəlifə Osman radiyallahu anhu barədə iki şeyi yaymağa başladılar. Birinci məsələ, Osmanda radiyallahu anhu mövcud olan bəzi həqiqi şeyləri yayırdılar. Lakin bunlar nə qüsur, nə də pis bir hal idi. Amma onlar bunu siravi cəmaata pis və eyib kimi göstərirdilər. Deyirdilər ki, Osman Bədir döyüşündə iştirak etməyib, Bədirdə geri qalıb, Peyğəmbərlə birlikdə olmayıb. Deyirdilər ki, Osman radiyallahu anhu Uhud döyüşündən qaçıb. Həmçinin deyirdilər ki, Osman radiyallahu anhu Ridvan beyyətində iştirak etməyib. Bunlar zahirdə həqiqətdir və lakin onlar bunu məhz bu cür təqdim edirdilər. Lakin gizlədirdilər ki, Osman radiyallahu anhu Bədirdə Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri ilə iştirak etməmişdi ki, Peyğəmbərin qızına xidmət etsin. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm ona qənimətdən və savabdan pay vermişdi. Bunu qeyd etmirlər, bunu demirlər, yalnız Bədirdə iştirak etmədi deyirlər. Həmçinin gizlədirlər ki, Uhud günü insanlar arasında qarışıqlıq düşmüşdü. Deyildi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öldürüldü və insanlar çaşqınlığa düşdü, necə deyərlər, ağıllar dağıldı, yəni insanlar sarsıldı. Bəziləri dinlərini qorumaq üçün geri çəkildilər və Allah onları bağışladı. Ridvan beyyətinə gəlincə isə Osman radiyallahu anhu iştirak baxımından orada iştirak edənlərin ən fəzilətlisi sayılır. Bu necə olur? Peyğəmbər sallallahu aleyhi və səlləm onu Məkkə əhlinə elçi olaraq seçmişdi. O Məkkəyə getmişdi və beyyət baş verdiyi zaman Osman radiyallahu anhu orada yox idi. Çünki o, Peyğəmbərin sallallahu aleyhi və səlləmin elçisi idi. Onu Peyğəmbər sallallahu aleyhi və səlləm seçmişdi. Ona razı olmuşdu. Bu böyük bir fəzilətdir. Sonra nə oldu? Peyğəmbər ona Allahın salamı və salavatı olsun, öz mübarək əlləri ilə Osman üçün beyyət etdi. Əlini digər əlinin üzərinə qoyub demişdi ki, bu Osman üçündür. Beləliklə Osman radiyallahu anhu bu böyük beyyətdə iştirak etmiş sayıldı. O, Peyğəmbərin sallallahu aleyhi və səlləmin beyyətində iştirak edənlərdən idi. Lakin onlar bunu qeyd etmirlər. Yalnız onun Ridvan beyyətində iştirak etmədiyini deyirlər. İkinci məsələ isə odur ki, onlar Osmanın, Allah ondan razı olsun, mal dövləti ilə bağlı yalanlar uydurdular. Bilirdilər ki, əgər insanların qəlblərini qızışdırmağı istəyirsənsə, puldan danış. Buna görə də yalanlar uydurub, onları insanlar arasında yaydılar. Sonra bəzi insanlar qalxıb Mədinəyə, Osmanın radiyallahu anhunun yanına getdilər. Lakin onlar yaxşı insanlar idilər. Osman radiyallahu anhu onlarla görüşdü, həqiqəti açıqladı, onların şübhələrinə cavab verdi və onlar Misrə geri qayıtdılar. Bəs planları uğursuz olan bu insanlar nə etdilər? Yeni bir plan qurdular. Bir nəfəri muzla tutdular və ona dedilər ki, dəvənə min, cəmaatdan qabaqda get və özünü onlardan qaçırmış kimi göstər. Güya yanında gizlətdiyin bir şey var. O da onların qarşısında gedirdi, gizlənmə istəyirmiş kimi davranırdı, amma özünü onlara görünəcək şəkildə göstərirdi. Onlar bundan şübhələndilər və onu tutdular. Dedilər, sənin yanında nə var? Sənin işin şübhəlidir. Adam cavab verdi, mən möminlərin əmiri Osman tərəfindən Misirdəki valisinə göndərilmiş bir elçiyəm və yanımda bir məktub var. Məktubu açdılar, güya Osman tərəfindən Misirdəki valiyə yazılmışdı. Bu insanlar sənə gəldikdə onların əllərini və ayaqlarını kəs, onları çarmıxa çək və belə-belə et. Bu açıq-aşkar yalan və iftira idi. Osman radiyallahu anhu bunu etməmişdi və belə bir şey etməsi də mümkün deyildi. Lakin onlar bunu əldə olunan barışığı pozmaq üçün etdilər. Bu insanlar öz qövmlərinə qayıtdılar və qəlbləri Osman radiyallahu anhuya qarşı qəzəb və kinlə doldu.
Sonra böyük bir kütlə toplandı. Hisslərlə alovlandırılmış, şaiə və yalanlarla bir araya gətirilmiş və bu xavariclər tərəfindən yönləndirilmiş bir kütlə. Onlar Allahın elçisinin sallallahu aleyhi və səlləmin şəhərinə, yəni səhabələrin olduğu yerə doğru yürüş etdilər. Elə bir fitnə baş vermək üzrə idi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu əvvəlcədən xəbər vermişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinə dedi, məndən sonra siz fitnələr və ixtilaflarla qarşılaşacaqsınız. Ravi dedi, yaxud dedi ki, ixtilaflar və fitnələr. Səhabələr dedilər, ey Allahın Rəsulu, bu fitnə və ixtilaf baş verdiyi zaman biz kimə yönələk? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, əmin olan şəxsdən və onun əshabından yapışın və Osman radiyallahu anhuya işarə etdi. Bu hədis Tirmizidə gəlmiş və Albani tərəfindən səhih sayılmışdır. Peyğəmbər ona Allahın salamı və salavatı olsun, Osmanı, Allah ondan razı olsun, xəbərdar etmişdi ki, ona bir libas geyindiriləcək və buyurmuşdu, əgər onu səndən çıxarmaq istəsələr, çıxarma. Buradakı libas hakimiyyət, xilafət deməkdir. Yəni, əgər onu çıxarmağa məcbur etsələr, onu çıxarma. Bu hədis Tirmizidə gəlmiş və Albani tərəfindən səhih sayılmışdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdi ki, Osman İbnül Əffan, Allah ondan razı olsun, şəhid olacaq. Bunlar üç məsələdir. Deməli, bu insanlar gələndə, Bu hadisə nə vaxt baş verdi? Yəni, xilafətin hansı ilində? dəqiq tarixi indi xatırlamıram, lakin bu təbii ki, onun öldürüldüyü ildə baş verdi, yəni şəhid edildiyi ildə. Yəni, uzun bir müddət keçdikdən sonra. Əlbəttə, ilkin hadisələr onun xilafətinin sonlarına doğru baş verdi. Amma xilafətin əvvəlində hər şey qaydasında idi. Bəli, hər şey qaydasındaydı. İslam fətihləri genişlənmişdi və insanlar dəstə-dəstə Allahın dininə daxil olurdular. Lakin sonradan bəzi gizli fitnəkarlar araya qarışdılar və bu xavariclər də onlarla birlikdə gəlib hilələr qurmağa başladılar. Bu hilələr nəticəsində onlar Mədinəyə, yəni Peyğəmbərin şəhərinə gəldilər. Orada Peyğəmbərin səhabələri var idi və onlar cəsur idilər. Lakin Osman radiyallahu anhu onları döyüşməkdən çəkindirdi. Halbuki bu insanlar döyüşmək üçün gəlmişdilər və açıq şəkildə məqsədləri Osmanın radiyallahu anhunun öldürülməsi idi. Onlar Osmanı evində mühasirəyə aldılar. O isə səhabələri döyüşməkdən saxladı. Fitnə əhli isə adətləri üzrə fəzilət sahiblərinin qədrini bilmədilər. Peyğəmbərin səhabələrinin heç bir fəzilətini tanımadılar. Hətta o qədər azğınlaşdılar ki, Peyğəmbərin məscidində özlərindən birini imam etdilər. Halbuki səhabələr oradaydı. Osmandan soruşuldu ki, bu adamın arxasında namaz qılmağı tərk edəkmi? O dedi ki, xeyr, namaz insanların etdiyi ən xeyirli əməldir. Onlarla birlikdə namaz qılın və onlara qarşı pislik etməyin. Beləliklə, səhabələr Peyğəmbərin sallallahu aleyhi və səlləmin məscidində həmin adamın arxasında namaz qıldılar. Onlar nə namazı tərk etdilər, nə də məscidi. Osman da başqalarını onların arxasında namaz qılmağı tərk etməyə təşviq etmədi. Çünki səhabələr və Osman radiyallahu anhu Peyğəmbərin tərbiyəsi ilə yetişmişdilər. Onlar xeyir istəyirdilər, dini və müsəlmanların xeyrini istəyirdilər. Mühasirə şiddətləndikdə və onların Osmanın öldürülməsini istədikləri açıq-aşkar olduqda, cəsur səhabələr gəlib dedilər ki, səni müdafiə etmək üçün döyüşək. Allah bunu sənə halal etmişdir. Lakin Osman radiyallahu anhu dedi, mən Muhammed ümmətində qan tökülməsinin ilk başlanğıcı olmaq istəmirəm.
Buna görə o döyüşməkdən imtina etdi. Allah ondan razı olsun. Onlar ondan xilafətdən imtina etməsini istədilər. O isə Allah ondan razı olsun. Bu barədə Abdullah ibn Ömər radiyallahu anhu ilə məsləhətləşdi. واستشار ابن عمر رضي الله عنهما في ذلك فقال له ابن عمر رضي الله عنهما ألست على الحق Abdullah ibn Ömər radiyallahu anhu ona dedi ki, sən haqq üzərində deyilsənmi? Onlar isə batil üzərində. O isə cavab verdi, bəli. O dedi, onlar səni öldürməkdən artıq nə edə bilərlər? Osman dedi, heç nə. O dedi, onlar sənin üçün cənnət və ya cəhənnəmə hökm edə bilərlərmi? Dedi, xeyr. O dedi, o halda onlara itayət etmə ki, bu bir adətə çevrilməsin. Hər hansı bir qövm rəhbərindən narazı qaldıqda onu vəzifədən kənarlaşdırmasın. Beləliklə Osman radiyallahu anhu səbr etdi ki, bu hal bir ənənəyə çevrilməsin. Yəni, hər hansı bir qrup gəlib rəhbərdən narazı olduqda onun istefa verməsi və ya uzaqlaşdırılmasını tələb etməsin. Bu Muhammed sallallahu aleyhi və səlləmin səhabələri tərəfindən Osman radiyallahu anhunun dövründə qəbul edilmişdi. Sonra onun şəhid edilməsindən əvvəlki gecə bir yuxu gördü. Yuxuda Peyğəmbəri sallallahu aleyhi və səlləmi gördü və o ona dedi ki, bugün bizimlə iftar edəcəksən, ey Osman. O səhər oyandıqda oruc idi. Oruc tutdu və paltarını möhkəm bağladı ki, əgər onu öldürsələr, örtüyü açılmasın. Allah ondan razı olsun. O Quranı çox oxuyan idi. Səhər müshafı açıb oxumağa başladı. Beləliklə, həmin dəstə evinə hücum etdi. Onlardan biri daxil oldu, Osman dedi, məni öldürmə, mən sənin din qardaşınam və rəhbərəm. Həmin adam çıxıb getdi. Sonra ikinci gəldi, ona da eyni sözləri dedi. Lakin o Osmanı boğdu, şiddətlə boğdu. Sonra həmin şəxs qılıncı götürüb onun sağ əlini kəsdi. Osman dedi, Allaha and olsun ki, bu ilk yazan əldir. Yəni o Quranı qəsd edirdi. Bəli, sonra başını kəsdilər. Onun qanı Allahın bu ayəsinin üzərinə axdı. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. Sonra başqa bir adam içəri daxil oldu və Osmanın başının düşdüyünü gördü. Ayağı ilə ona toxunaraq dedi ki, mən bundan daha nurlu bir kafir üzü görməmişəm. Allah bizi pis aqibətdən qorusun. Onun zövcəsi Nailə onu qorumaq istədi, lakin qılıncı tutarkən onun əli də kəsildi. O dedi, onu öldürürsünüz. Allaha and olsun, o bir rükətdə bütün Quranı qiyamda oxuyardı. Beləliklə, Osman radiyallahu anhu şəhid edildi. Bu, onun qətlinin qısa tarixçəsidir. Şübhəsiz ki, qeyd etdiyiniz kimi, bu hadisədə çoxlu ibrətlər və dərslər vardır.